Fevralın 21-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə Müsavat Partiyası fəal Nigar Yaqubunun Abşeron rayon məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarından verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib. Prosesdə iştirak etmək istəyən media nümayəndələri, məhkəmə nəzarətçilərinin və polislərin kobud rəftarı ilə üzləşiblər. Mülki geyimli şəxslər onların məhkəmə zalına daxil olmasına mane olmağa çalışıblar. Prosesdə Nigar Yaqublu, vəkilləri Adil İsmailov, Elton Quliyev və Neymət Kərimli, eləcə də dövlət ittihamçısı Zəfər Ramazanov iştirak ediblər. İlk olaraq məhkəmə prosesinə dəvət olunmuş ekspert Vüqar Quliyev qəza yerindəki kameraların qeydə aldığı kadrlara bağlı müdafiə tərəfinin suallarını cavablandırıb. Ekspert iş materiallarında ziddiyyətli məqamların olmadığı qənaətinə gəldikdən sonra rəy verdiyini məhkəməyə bildirib. Sonra müdafiə tərəfin vəkilləri Nigar Yaqubun idarə etdiyi maşının yoluna çıxan avtomobilin maneə yaradıb yaratmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsi, həmçinin onun cəzasının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsadətlər qaldırıblar. Hakim vəsadətləri təmin etməyib. Növbəti proses 26 fevral saat 15-ə təyin olunub. Xatırladaq ki, Nigar Yaqublu ötən il sentyabrın 10-da saxlanılıb. Onun həbsi Müsavat Partiyasının məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlıdır. Abşeron rayon məhkəməsi Yaqubunun cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda təqsirli bilib. Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə məhkum edilib.